Xanım çox əzəmətli bir dənə varlıqdır. Allah Teala xanımı çox fövqəladə yaradıb. Xanımlar da onu deyim ki, kişilərdən daha yaxşı yalan danışa bilirlər. Yəni statistika bunu göstərir ki, xanımlar daha yaxşı yalan danışa bilirlər, daha inandırıcı danışa bilirlər. Kişi nəyə görə tutulur? Çünki yalan danışa bilmir. Ona görə tutulur hər sözündən. Amma xanımlar daha yaxşı yalan danışa bilir, çünki hamı onlara inanır. Cem Yılmaz'ın bir şey ifadəsi var ya, master degree, yəni xanımlar yalan mütəxəssis. Allah qismət eləməsin. Xanımın yalan danışanı çox böyük nifaq yaradar. Amma ümumilikdə kişiyə icazə verilibdir öz xanımına, əlbəttə mehribançılığa görə, bu belə deyil ki, elə harda gəldi xanıma yalan danış, xəyanət elə yalan danış, nə bilim başını aldat, yox. O yerdə ki nifaq düşəcək, orada çalış doğrudan istifadə eləmə, yalandan istifadə elə ki, ailəyə nifaq düşməsin.